وآله الطيبين الطاهرين المعصومين المكرمين سيما بقية الله في الأراضين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. أوصيكم ونفسي بتقوى الله. Sizi və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Həzrət Əli əleyhissalamın gənclərə məktubunu izah etməyə çalışırdıq. Bugün Həzrət Əli əleyhissalamın məktubunda danışıq haqqında müəyyən qədər məlumat verəcəm, amma olduqca geniş mövzudur. Düşünürəm ki, neçə çıxışda bunun üzərində dayana bilərik. İnsanların əsasən yaratdıqları, özləri üçün yaratdıqları problem əsas danışıq məsələsidir. İnsanlar danışdıqları sözləri hesablamadıqları üçün və bu sözlər həm digər insanların həyatında çətinliklər yaradır, digər insanların həyatında fitnələr yaradır və eyni zamanda danışıq sülh, əmin-amanlıq da yarada bilir. Ümumiyyətlə, müzakirə edirlər alimlər ki, görəsən danışmaq daha yaxşıdır, yoxsa çox danışmaq yaxşıdır, yoxsa susmaq. Çünki hər iki, belə deyək, mövzu haqqında hədislərimiz mövcuddur. Bir mövzu budur ki, Peyğəmbər buyurur ki, mən samətə necə, hər kəs susa, nicat tapar. Peyğəmbərin belə bir hədisi var. Başqa yerdə buyurur ki, hədislərdə var ki, Həzrət Əli əleyhissalam buyurur ki, kişi danışın ki, tanınasınız, kişi dilinin altında gizlənib. Belə bir hədis var. Bu hədisləri bir-bir deyirəm, müzakirə eləyə, amma çalışacağım ki, bu mövzunu bir neçə çıxışda davam etdirim. Çünki olduqca dərin mövzudur və düşünürəm ki, bizim bu mövzunun bəzi hissələrindən xəbərimiz yoxdur ki, heç düşünməmişik ki, bizim əksər problemlərimiz, mənəvi problemlərimiz bizim danışıqlarımızdan qaynaqlanır. Danışıqlarımızın yaratdığı mənfi və yaxud da müsbət nəticələrdir. Amma ümumi olaraq qeyd edirəm ki, alimlər deyirlər ki, danışmaq susmaqdan daha yaxşıdır. Və bunun üzərində dayanırlar ki, çünki danışmaq bütün peyğəmbərlər və ilahi övliyalar ilahi təqdimatı, Allahın təqdimatını danışmaqla eləyiblər. Və səmavi kitablar peyğəmbərlərin dili ilə təqdim olunub, insanlara söz ilə təqdim olunub. Əgər söz olmasa, ümumiyyətlə insanlar bir-birini anlaya biləcək şəkildə yaşaya bilmir. Söz Allahın insana verdiyi ən böyük neymətdir. Danışmaq Allahın insana verdiyi ən böyük neymətdir. Amma bunun da qaynağı var və kimlər danışa bilər, kimlər danışa bilməz. Bunları bir-bir müzakirə etməyə çalışacağım çıxışlarda. Bugün danışmaq haqqında müzakirə eləyək, ümumiyyətlə necə olur ki, insan danışmaqla problem yaşayır. Əslində, Molla Sədra kimi filosoflar deyirlər ki, xüsusən Molla Sədra deyir ki, danışmaq özü bir əməldir. Danışmaq özü bir əməldir. Deyir, insan qəlbində hər nə xəyal qurursa, hər nə düşünürsə, hər nə yaşayırsa, danışmayana qədər ona nəfəs vermir. Danışdıqdan sonra insan nəfsində yeni bir həyat yaradır. Danışmaqla sanki həmin mənfi xüsusiyyət varsa əgər insan ürəyində, mənfi xüsusiyyəti yaradır, var edir. Nə qədər ki, insan həmin xüsusiyyəti danışmayıb, həmin o mənfi bir problemi üzə çıxarmayıb, həmin mənfi problem qəlbdə yatmış şəkildə qalır. Yatmış şəkildə qalır. Elə ki, o mənfi xüsusiyyəti başladı danışmağa, o mənfi xüsusiyyəti danışdıqdan sonra danışır və başlayır problem yaratmağa.
Deməli, artıq belə başa düşülür ki, danışmaqla yeni bir həyat yaradır. Bunu geniş şəkildə izah edəcəm. Çalışıram bu cümlə çox qısa, konkret edeyim. Danışmaqla yeni bir varlıq yaradır. Söz əslində adi bir şey deyil. Sözlər misal olaraq bir müəllifin, şairin şeir kitabı əslində onun həqiqətidir. Zahirən baxanda sözdür, amma həqiqətən baxanda, mahiyyət etibarilə baxırsan, onun şeir kitabından başa düşürsən ki, yazdıqları şeirdən anlayırsan ki, bu kitabın müəllifi hansı halda olan adamdır. Deməli, söz təkcə cümlə deyil, söz deyil, həm də bir varlıqdır, söz əməldir. Söz qəlbin halının əməlidir. Qəlbin əməli sözdür. Bəzən bədənin əməli namazdır, orucdur və yaxud da hər hansı bir hərəkətdir, amma qəlbin əməlini isə söz adlandırır Molla Sədra. Bu çox yeni fikirdir, çox maraqlı fikirdir. Daha doğrusu yeni müzakirə edirik. Molla Sədra neçənci əsrdə yaşayıb, yeni fikir deyil. Ona görə deyirlər ki, misal olaraq Allah necə bilinir? Allahın feili sifətləri necə bilinir? Allahın sözləri ilə. Sözlər Allahın feili sifətlərini izah edir. Əgər bunlar olmasa, Quran-ı Kərimə baxırsan, Quran-ı Kərim öz müəllifini tanıtdırır. Və yaxud da hər hansı bir kitab öz müəllifini tanıtdırır. Bir kitab öz müəllifinin düşüncə tərzini bəyan edir. Filosofun yazdığı kitab həmin filosofun hansı şəkildə düşündüyünü bəyan edir. Filosofun beynini söz ilə izah edir. Deməli, əslində filosofun beyninin əməlidir həmin o kitab. Və yaxud da bir əxlaq alimi, əxlaq ustadı bir kitab yazır. Əxlaq ustadı bir kitab yazır. Gəlib baxırsan ki, bunun daxili keyfiyyəti necədir? Onun kitabından bəlli olur. Deməli, onun qəlbinin halını sözlə var eləyir. Ona görə Molla Sədra deyir ki, işarə edib keçirəm bunların üstündən, geniş inşallah gələn çıxışda danışacağım. Molla Sədra deyir ki, söz bir əməldir. Hədislərimizdə var ki, nə qədər danışmamısansa, sən sözün sahibisən. Danışdıqdan sonra artıq sən sözün xidmətçisi və nökərisən. Artıq sözün ardınca getməlisən. İnsanları əsas yoldan azdıran lazımsız sözlərdir. Misal üçün, Müminin surəsində buyurur ki, möminləri tərif eləyir. Möminləri tərif etdikdən sonra təriflərin içində belə bir cümlə buyurur haqlarında. Buyurur ki, Əlləzinəhum anil ləğvi murizun. Möminlər o kəslərdilər ki, ləğv, yəni boş, nəticəsi olmayan, mahiyyəti olmayan hər şeydən həmişə uzaq olarlar. Burada mahiyyəti olmayan əsas məsələ də, əsas mahiyyəti olmayan işlərdən biri də danışıqlardır, sözlərdir. Fikir verirsiniz, bugün dünyada, yaşadığımız dünyada ən ciddi məsələ çox danışmaqdır, çox söz deməkdir və səs-küyün çoxluğudur. Səs-küyün çoxluğudur. Hətta deyirlər ki, insanın maraqlı bir fikirdir. Hətta deyirlər, insanın anlamadan etdiyi zikirlər belə boş söz hesab olunur. Onlar da boşdur. Və o zikirlər də belə onun əleyhinə işləyir. Və deyirlər ki, misal üçün, Quran-ı Kərimin ayələrini əgər qəlb təsdiqləmirsə, fəqət dil təsdiqləyirsə, dil ancaq onları oxuyursa, qəlb onu təsdiqləmirsə, onlar da qəlb üçün yeni bir problem yaradır. Quran-ı Kərim olsa da belə. Diqqət edirsiniz. Ona görə Quran-ı Kərim buyurur ki, bir neçə cümlə deyim, yekunlaşdırım. Quran-ı Kərim buyurur ki, çalışın etməyəcəyiniz işləri danışmayın. Bir budur. Etməyəcəyiniz işləri heç vaxt səsləndirməyin. Quran-ı Kərim buyurur. Niyə görə? Çünki etməyəcəyin işi səsləndirirsənsə və özün də o işi görmürsənsə, sənin üçün bir günaha çevrilir, bir yükə çevrilir. Yazırlar Əllamə Təbətəbai haqqında buyururlar ki, çox maraqlı hal olub Əllamə Təbətəbainin. O buyururdu ki, hətta məzarın üstündə də yazılıb bu. Deyir, çox danışmazdır, çox danışmağı düşüncənin, ağlın zəifləməsinə səbəb bilərdi.
Çox danışmazdı Əllamə. Əllamə Təbətəbai'nin gözəl bir məsləhəti var, çox maraqlı bir məsləhətdir. Deyir ki, bir şey bilirsənsə ki, deyəcəksən, qəlbin şad olacaq bundan, qəlbin şad olacaq, bu sözü dedim. Deyir, çalış o sözü demə, mənfi mənada deyir. Qəlbin şad olacaq, o sözü demə, qoy nəfsin o qidanı almasın sənin dilindən və başlasın islah olmağa, tərbiyələnsin. Sən deyəcəksən, şad, rahatlaşacaqsan. Deyir, bir şey bilirsən ki, deyəcəksən, rahatlaşacaqsan, rahatlıq verəcəksən ki, cavab verdim. Deyir, cavab vermə, çalış həmin yerdə cavab vermə ki, sənin nəfsin qidalanmasın. Cavab versən, xəbərin olmadan nəfsin qidalanır. O ki, rahatlıq verdin ona, rahatlıq verdinsə. Belə deyək, söz əslində qida kimidir. Misal üçün, hər hansı bir qida insanın mədəsinin ruzisidir. Söz isə, deyir, danışdığın bütün sözlər qəlbivin qidasıdır. Necə yediyin yeməklər əgər keyfiyyət olmasa, sənin bütün orqanizmə ziyan vurur, sənin danışdığın sözlər də sənin qəlbivə ziyan vurur. Qidalanır və nəticə etibarilə xəbərin olmur, koruyur. Ona görə deyir ki, hər söz danışma. Deyir, görsən ki, sevinəcəksən bir söz danışsan, desən, cavab versən. Alimlərdən biri olur Ustad Fatimliyə. Bu, son illərdə dünyasını dəyişir. O deyir ki, insanın nəfsinin islah olması üçün ən yaxşı vaxtı o vaxtdır ki, cavab verə bilərdi, vermədi. Cavab verə bilərdi, vermədi. Deyir, iki hal ola bilir. Ya bir sual soruşurlar. Heç kim bilmir, sən bilirsən. Sənin bilməyini bildirsən, bilirsən ki, və sən üstün olursan orada əyləşənlərin içində və sevinəcək ürəyin. Deyir, çalış orada bilməyini bildirmə. Bilməyini bildirmə. Deyir, görsən ki, o qədər əhəmiyyətli deyil, xüsusi əhəmiyyəti yoxdur. Görün, nə qəşəng məsləhət verir. Deyir, bilməyini bildirmə ki, çünki qəlb ən çox dilin əli ilə, dilin vasitəsilə mənfi qidaları qəbul edir. Sevinsə, o sevinç neçə müddət səndən ibadət sevincini ala bilər. Bu yolun qaydası budur. Belə izah eləyirlər və mən mütaliə edirdim, baxırdım, görürəm ki, doğrudan da həqiqətən belədir. Biz günahlar çərçivəsi düzəltmişik ki, o günahlardan uzaq olsaq, bəs eləyir. Misal üçün, cəmiyyətin içində qabarıq olan günahlar. Həmişə günahlar, cəmiyyətin içində qabarıq olan günahlar, böyük günahlar hesab olunmur və insanı yıxan günahlar o günahlar olmur. Bəzi günahlar var ki, cəmiyyət ümumiyyətlə o mövzuya günah kimi baxmır, səhv kimi baxmır. Cəmiyyət onun üzərindən rahat-rahat keçir gedir. Amma baxırsan, ariflər böyük günahların ümumiyyətlə mövzusunu çoxdan bağlayıblar. O günahların mövzusunu bağlayıblar ki, ümumiyyətlə insan bunu eləməz. İnsan bunu eləməz. Bu insana yaraşmır. Amma gəlirlər bu kimi mövzularda, deyirlər ki, mömin, imanlı adam bunu eləməz. Çünki nəfsini qidalandırır. Bu daha dərin bir yoldur və effektiv yoldur. Deyir, biri budur. Biri budur ki, sən sevinəcəksən, hamı biləcək ki, hamının sənin bilməyini daddın, sevindirəcəksən. Qəlbi deyir, sevindirmə. Deyir, olsun da. Qoy bilsinlər ki, elə bilsinlər ki, sən bilmədin. Deyir, sevindirmə. Bu sevinci qoyma. Qoyma yaşasın o sevinci. Çünki sən həyatda, Əllamə Təbətəbai buyurur, sən həyatda bu sevinci yaşamaq üçün gəlməmsən. Sən gəlmirsən Allahla danışmaq sevincini yaşayasan. Sən bu sevinci yaşamaq üçün gəlmirsən həyata. Onu yaşamaq üçün isə fikir verin, gəlir Peyğəmbərə deyirlər ki, Quran-ı Kərimin ayəsidir. Gəlir Peyğəmbərə deyir, sual verirlər. Sonra Peyğəmbər dayanır, deyir, mən bilmirəm cavabını. Deyir, cavabını bilmirəm. Deyirlər Peyğəmbərə ki, sən necə Peyğəmbərsən, bəs bunun cavabını bilmirsən? Allah Peyğəmbərə nə buyurur? Allah Peyğəmbərə buyurur ki, o şeydə ki, elmin yoxdur, Peyğəmbər, dilivi tərpətməyə tələsmə. Eynən bu ifadə ilə deyir, bu ibarə ilə. Peyğəmbər, dilivi tərpətməyə tələsmə. Yəni, cavab vermə, tələsmə. Biri budur. İkincisi də budur ki, deyir, sən baxırlar, ona görə cavab verirsən ki, sıxılırsan, nəfsin sıxılır, əziyyət çəkir ki, mənə bir söz dedilər, mən cavab verə bilmədim ona.
Mənə bir söz deyirlər, mən cavab versəydim, rahatlaşacaqdım. Deyib, yox, qoy o əziyyəti də çəksin. Nəfs belə bir ocaqdır ki, ona əziyyət versən də olar. Ona əziyyəti ver. Sevinmək istəyəndə, görsən ki, o qədər də əhəmiyyətli bir məsələ deyil, sevindirmə və eyni zamanda görsən ki, məsələ özünsən. Özünsən məsələ və sən narahatsan, içərdən narahatdır və narahatlığın səbəbi də budur ki, mən ona cavab vermədim ki, ürəyim soyusun. Deyir, ürəyimi belə soyutma, onu qoy, bırax Allahın öhdəsinə, nəfsin ayağını kəs və sözlə qidalandırma onu. Qoy, eybi yox, əziyyət çəksin. Bu əziyyət ona xeyir olacaq. Deyirlər, Həzrət Zəhra Səlamul Əleyhaya ki, o bir ağır cümləni dedilər məsciddə. Xanım Zəhra elmi ilə, məlumatı ilə, bütün tarixi ilə, bütün ucalığı ilə sübut eləyə bilərdi ki, mən yalancı deyiləm. O ki, yalancı deyirlər xanım Zəhraya məsciddə. Deyir, sübut eləyə bilərdi ki, mən yalancı deyirəm. Deyir, amma onu demədi. Onu danışmadı. Onların qarşısından çıxdı, onların arasından çıxdı, gəldi. Həzrət Əli əleyhissalama çatanda dedi Həzrət Əliyə ki, ya Əli, mənim məsciddə aşağıladılar, mənə yalancı dedilər. Diqqət eləyin, çox maraqlıdır. Mənə yalancı dedilər. Deyir, Həzrət Əli əleyhissalam baxdı ona, necə aramlaşdı xanım Zəhra? Baxdı xanım Zəhraya, dedi ki, ya Fatimə, yaz bunu Allahın hesabına, danışma. Yaz bunu Allahın hesabına, bir gün cavabı olacaq bunun. Xanım Zəhranın o ürəyinin həyəcanını Həzrət Əli əleyhissalamın bu cümləsi aram elədi. Yaz Allahın hesabına və bir gün bunun Allah tərəfindən mükafatı olacaq. Xanım Zəhra Səlamun Əleyhə buna razılaşdı. Və xanım Zəhranın mükafatı bəllidir. Bugünə qədər bəllidir ki, Allah xanım Zəhraya nə mükafat verdi. Ona görə bizə deyirlər ki, çalışın, bir budur ki, etmədiyiniz sözü deməyin. Bir budur ki, ümumiyyətlə çalışın, qeyri-səmimi cümlələr işlətməyin, qeyri-səmimi xidmətlərə qaçmaqda özünüzü fəal göstərməyin. Ümumiyyətlə deyir, çalışın, sözlə özünüzü göstərməyə çalışmayın. Çox maraqlıdır ki, sözlə özünüzü göstərməyəsiniz. Yəni, sözlərinizlə özünüzü tanıtdırmağa cəhd eləməyin. Əllamə Təbətəbai üçün deyirlər ki, mən çox xoşum gəlir onun həyatından, çox maraqlı həyatı var. Onun üçün deyirlər ki, o heç vaxt sözlə özünü təqdim etməyə çalışmazdı. Həmişə bir arifə deyirlər, o arif çox böyük şəxsiyyətlərdəndir. Onun əxlaq kitabı var, möhtəşəm əxlaq kitabı var. Bir gün gəldilər, bu arif də təkcə ibadəti ilə, irfanı yolu ilə ucalmayıb, həm də bütün sahələrdə mütəxəssisdir. Bütün sahələrdə, bildiyiniz bütün sahələrdə, yəni bunu dostu da deyir mütəxəssisdir, düşməni də deyir mütəxəssisdir. Allah ruhunu şad eləsin. Deyirlər ona ki, filan məsələ necədir? Bir irfanı məsələ soruşdular ondan. O məsələ necədir? Görün, nə maraqlı cavab verdi. Bilirdi. Dedi, hələ o halı yaşamamışam, danışım mən üzrlü bil. Deyir, orada dayandı. Bəzən görürsən ki, insan digər insanların halından elə danışır ki, elə bir özü bu insan, bu halın əhlidir. Halın əhli olmadığı halda danışsan, diqqət edin nə baş verir. Bir halın əhli olmadan o halın adamı kimi danışsan, gəlir nə baş verir. Nəfs oradan qidalanır, sən həmin hala tərəf gedə bilmirsən, sən orada saxlayır. Çünki başqasının halı ilə qidalandırdın onu, amma özü o hala tərəf gedə bilmədi. Danışma. Görün, nə maraqlı yoldur. Adam bu mövzuda işləsin. Mən də bacardığım qədər bu mövzuda nə bacarıramsa məlumat olaraq sizə kömək etməyə çalışacağam. Quran-ı Kərim buyurur ki, çalışın. Elə bu ayədə dayanım. Niyə görə bu danışmaq mövzusunu seçdim? Çünki Həzrət Əli əleyhissalamın belə bir cümləsi var. Və cümləni gələn çıxışlarımızda inşallah tam açacağam Allahın köməkliyi sizin üçün. Həzrət Əli əleyhissalam buyurur ki, bilmədiyin, özdə belə işlədir. Bilmədiyin gəlməsində işlənmir. Tanımadığın, yəni dərindən bilmədiyin. Mərhum Hacı deyərdi ki, ən hikmətsiz adam o adamdır ki, hər oxuduğun dərhal danışır. Hər oxuduğun, anlamadığın danışır. Anlamadıqlarını danışdığına görə Həzrət Əli əleyhissalam ona görə bir dəstəyə dedi ki, sizin dininiz dilinizin ucunda qalıb, sizin dininiz dilinizin ucundan o tərəfə keçmir. Çünki siz anlamamışsınız, siz qidalanmamışsınız, siz dinlə
ruhunuzu qidalandırmamısınız, dinin sözün danışırsınız. Ona görə bugünkü din o qədər din təqdimatı, belə desəm daha doğru olar. Ona görə bugünkü din təqdimatı o qədər də effektiv deyil ki, çünki əksəriyyətimiz dinin sözün danışırıq, özün yox. Özü kənarda qalır. Ona görə bəzən görürsən ki, yüzlərlə cümlə eşidən insanı, dini cümləni eşidən insanı, daha da bu cümlələr dindən uzaqlaşdı. Amma bir arifin bir görüşü həmin şəxsi dinə çox şiddətli şəkildə, sürətli şəkildə yaxınlaşdırır. Çünki birində dinin özüdür, birində dinin sözü. Bizə deyirlər, dinin sözün danışmayın, dinin özün danışın. Dinin özün danışmaq üçün isə dindən necə də olsa qidalanmaq lazımdır ki, dinin özünü danışasan. Ən ciddi məsələ budur. Dinin özünü danışmaq üçün görə yaşayasan. Ona görə o Arif dedi ki, həmin məsələni, həmin halı mən hələ yaşamamışam deyə ona görə sizin üçün danışmıram. Biraz dərinə varsaq, biz dinin sözlərinin vasitəsilə dinin özünü yaşamaq üçün iman gətirmişik Allaha. Əsas məsələ budur. Dinin özünü yaşamaq üçün. Kim dindən çox danışarsa, ruhuna baxsaz görəcəksiniz ki, narahatçılıqları var ruhunda. Çünki gücü çatmayacağı yükləri götürür. Elə bilir ki, adi sözdür. Danışdım, çıxdı, getdi. Xeyr, əksinə. Danışdım, çıxdı, getdi deyil. Bütün sözlərinlə bir yeni varlıq yaradırsan, həmin varlıqların hamısının yükü sənin öhdəndədir. Ona görə deyirlər, əmr və məruf məsələsində alimlər deyirlər ki, çalışın, məlumatınız tam olmayan məsələləri danışmayın. Deyin ki, mənim sahəm deyil, mənim məsuliyyətim deyil, mən bilmirəm. Özüm üçün güclə öyrəndim, bilmirəmlə qəşəng özünü xilas elə. Təbii ki, yerləri, zamanları var. Ona görə Həzrət Əli ilə Səlama deyirlər ki, hətta düz sözü belə həmişə demək, danışmaq olmur. Həzrət Əli ilə Səlama deyirlər ki, bir gün bir sual verirlər ona, deyirlər ki, yəni, filan sualı verdilər, deyirlər, yəni, bunun cavabını bilirsən. Bilirlər ki, Həzrət Əli bilir ki, bu sualı ona görə veriblər ki, sualın cavabı ixtilaf yaradır, fitnə yaradır. Ona görə veriblər Həzrət Əli əleyhissalamın sualı. Həzrət Əli əleyhissalam buyurdu ki, bilmirəm. Deyirlər, bəs bilmirsən, niyə mənbərə çıxmısan? Onsuz da bunların məqsədi fitnə idi. Həzrət Əli əleyhissalam baxdı, dedi ki, mənbər hər şeyi bilirəm deyən yeri deyil ki, hər şeyi bilmək Allaha məxsusdur. Mənbər bir şeyi bilirəm, bir şeyi bilmirəm deyənin yeridir. Ona görə mən çıxmışam bura. Bəzi şeyləri bilirəm, sonra buyurdu ki, əgər bildiklərimlə bilmədiklərimi müqayisə eləsəm, bilmədiklərimi ayağımın altına qoysam, başım ərşə dəyər. Həzrət Əli əleyhissalam buyurdu. Halbuki həmin Həzrət Əli əleyhissalam da buyururdu ki, göyün yollarını soruşun məndən, deyim sizə, saluni qabla an tafqiduni, nə qədər məni itirməmsiz soruşun deyim sizə. Göyün yollarını Küfənin dar küçələrindən daha yaxşı tanıyıram. Həmin Həzrət Əli əleyhissalam idi. Buyurdu ki, bilmədiklərimi ayağımın altına qoysam, başım ərşə dəyər. Bu cür təqdim edir. Ona görə də biz diqqətli olmalıyıq ki, həm dinin şəriətinin məsələlərində, eyni zamanda mənəvi məsələlərində, ümumiyyətlə danışıqlarımızda diqqətli olmalıyıq. Həzrət Əli əleyhissalam bizi diqqətə çağırır və xüsusən də cümləsi ilə sona çatdırıram və buyurur ki, bilmədiyin yerdə sözü saxla. Çox qəşəng sözdür. Bacardığım qədər gələn çıxışlarda izah eləyəcəm. Bilmədiyin bir şeyi hiss edərsən ki, bilmirsən və ehtimal verirsən ki, səhv deyərəm, bilmədiyin yerdə sözü saxla, danışma. Orada da ondan artıq danışma. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İzâ câe nasrullâhi vel fâth ve ra'eyten nâse yedhulûne fî dînillâhi effâca fesabbih bihamdi rabbike vestağfirhu innehu kâne tevvâba. Sadaqallahul aliyyul azim. Muhammed ve âli Muhammed'e salavat diye.
Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin ve ala emiril mu'minin ve ala Fatıma Zahra seyyidet nisa'il alemin ve ala'l Hasan ve'l Huseyn ve ala Ali ibn'l Huseyn ve ala Muhammed ibn Ali ve ala Cafer ibn Muhammed ve ala Musa ibn Cafer ve ala Ali ibn Musa ve ala Muhammed ibn Ali ve ala Ali ibn Muhammed ve ala Hasan ibn Ali ve ala Huccet ibn'l Hasan accelallahu teala feracahu şerif ve ala cemiyel enbiya'i vel murselin ve şühedâi ve sıddîkîn. Allahümme gfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat el ahyâi minhum vel envat. Usikum ve nefsi bi takvallah. Sizi ve özümü ilahi təqvaya riayet etmeye davet edirəm. Qarşıdan qeyd edeyim ki, duaya başlamamışdan əvvəl qarşıdan yeni il gəlir, təqvim ili başlayır. Hər birinizi və bütün xalqımızı bu gələn ilin münasibəti ilə, həmrəylik günü münasibəti ilə eyni zamanda təbrik edirəm. Allah gələn ili bu ilimizdən daha xeyirli eləsin. Bu ildən keçən, gələn ilə Allah bağışlanmamış günahlarımızı saxlamasın. Allah bütün günahlarımızı bağışlasın. Allahdan istəyirəm, Allah xalqımıza heç vaxt çətin günlər göstərməsin. Allah şəhidlərimizin ruhunu şad eləsin. Və eyni zamanda qarşıdan Həzrət Əli əleyhissalamın doğum günü gəlir, viladət günü gəlir. Yanvar ayının 2-si axşam daxil olur, 3-ü Yanvar ayının 3-ü Həzrət Əli əleyhissalamın mövlud günüdür. Allah xalqımıza Həzrət Əli məhəbbətini çox görməsin. Allah ürəklərimizdə Həzrət Əlinin məhəbbətini Həzrət Əli istədiyi kimi artırsın və Həzrət Əli əleyhissalamın yaşayışına xatir bizim yaşayışımızı Peyğəmbər və Əhl-i Beytin yaşayışına oxşatsın inşallah. Biz duanı izah eləyirdik. İmam Səccad əleyhissalamın duasını və bizim birinci çıxışımız da bu gün birinci çıxışımız da uyğundur hardasa. İmam Səccad əleyhissalam Allahla danışır və buyurur İmam Səccad əleyhissalam ki, İlahi, sən mənə rəhm etdiyin halda, sən mənə mərhəmət göstərdiyin halda mən niyə görə başqasından mərhəmət gözləməliyəm? İnsan üçün mərhəmət halı olduqca önəmlidir. İnsan üçün rəhmət halı, mərhəmət halı olduqca önəmlidir. İnsanın belə bir xarakteri var ki, insan istəyir hamısı, hər kəs onu bağışlasın, hər kəs ona mərhəmət göstərsin. Bu insanın fitrətinin ehtiyacıdır ki, heç vaxt bu insan fitrətindən ayrı düşmür. Amma mərhəmət necədir? İlahi mərhəmət necədir? İlahi mərhəmət bir ümumi mərhəmətdir. Allahın ümumi olaraq insanlara göstərdiyi, bəşəriyyətə göstərdiyi mərhəmətdir. Bu varlıq aləmi hansı nizamla hərəkət eləyirsə, bu varlıq aləmində hər nə necə hərəkət eləyirsə, təbii axar olaraq bu Allahın ümumi rəhmətidir ki, rəhmətinin nişanəsi varlıq aləminin var olmasıdır. Bu ümumi rəhmətidir. Varlıq aləminin var olmasıdır ki, Allah var olmasının içində insanın yaradılışı, insanın inkişafı, insanın təkvini inkişaf etməsi. İnsan bunu istəsə də inkişaf eləyir, bioloji olaraq, fiziki olaraq, istəməsə də inkişaf edir. Və eyni zamanda bütün kainat necə yaradılıbsa, öz nizamından çıxmır. Nizamı itmir. Nizamın itməməsi Allahın mərhəmətinin göstəricisidir. Əgər bu nizam insanların öhdəsinə qalsaydı, Allah mərhəməti şamil olmasaydı, məlumdur ki, heç bir şey davam götürə bilməzdi. Allahın bu ümumi mərhəmətidir. Amma xüsusi mərhəmətini istəyir burada. İmam Səccad əleyhissalam Allahın xüsusi mərhəmətinə işarə edir. Xüsusi mərhəmət necədir? Necə ki, insanın ruzisidir, insanların arasında bölüşdürülən ruzidir. Eyni zamanda mərhəmət də o cürdür, xüsusi ruzi yəni. Belə deyə bilərik ki, bir insan əgər ehtiyaclıdırsa, fəqirdirsə, bu deməkdir ki, fəqirliyi seçim eləyib.
yaşayışı ilə fəqirliyi seçib. Bir insan əgər hərəkət etmək qabiliyyətinə sahibdirsə, gücü varsa, bu qüdrəti varsa və bununla yanaşı, bu hərəkətlərlə yanaşı fəqirdirsə, bu o deməkdir ki, fəqirliyi özü seçir. Və eyni zamanda bir adam imkanlıdırsa, maddi durumu, imkanları çoxdursa, bu o deməkdir ki, insan özü bu həyatı seçib. Çünki hər bir nəticənin özünə uyğun yaşamaq tərzi var. Hər bir nəticə özündən öncə bir yaşayış tələb eləyir, bir yanaşma tələb eləyir. Əgər yaşayış hansı formadadırsa, onun nəticəsi, yaşayış sanki səbəb olur və nəticəsi də həmin səbəbin nəticəsi olur. İnsan əgər çox zəhmət çəkirsə və azla qane olmursa və çox əldə eləyir və tənbəllik eləmir, çox əldə eləyir və Allahın xüsusi ruzisinə sahib olur. Bəzən insanlar, adətən bu fəqir insanlarda olur, kasıb insanlarda olur. İstəyirlər ki, varlarının, imkanlarının azlıqlarına görə özlərini düz hesab eləsinlər və digərlərinin ki, imkanları var, onları imkanlarının çoxluğuna görə onları səhv hesab eləsinlər. Fikir versəz, insanların içində, mövzum bu deyil, bunu misal çəkirəm ki, rəhməti izah edə bilim. Fikir versəz, insanların içində görürsünüz, nəyə diqqət edirlər? Varlılar, imkanlar hamısı pis hesab olunur. Pis hesab olunur. Ümumiyyətlə, kim deyib ki, harada deyilib ki, var pisdir? Ümumiyyətlə, insanın əlində bir şeyin çox olması pisdir. İnsanın əlində bir şeyin, ruzinin çox olması pisdir. Bu, hansı hədisdə deyilib, hansı kitabda deyilib, heç bir yerdə deyilməyib. Bu, nə vaxt pis olur? Onu pis yerə xərcləyəndə. Misal üçün, Peyğəmbərlə danışır Meyrac hədisində. Var, Peyğəmbər, Allah Meyracda Peyğəmbərlə danışır, deyir, ya Rəsulallah, ey mənim Peyğəmbərim, istəyirsən, mən səninlə bir oturub duranlardan olum. Sən elə olasan ki, mən sənlə oturub durum. Peyğəmbər buyurur ki, bəli, ilahi. Deyir Peyğəmbərə ki, onda fəqirlərlə çox otur, çox əyləş. Onların məclislərində çox iştirak elə. Haradasa bizim insanların qınağına sanki uyğun gəlir. Amma şərt qoyur Allah. Peyğəmbər buyurur ki, gözüm üstə. Sonra buyurur ki, ey mənim Peyğəmbərim, bilirsən fəqirlər dedikdə kimləri nəzərdə tuturam? Deyir, xeyr, ilahi. Deyir, fəqirlər deyəndə o adamları nəzərdə tuturam ki, onların ehtiyacları olanda ürəklərində mənə qarşı şikayət heç vaxt qalxmayıb. Onlara deyirəm, onlarla əyləşdir. Amma onlar ki, fəqirdirlər, fəqirlikləri ilə yanaşı, həyatdan razı deyirlər, qəlbləri etirazla doludur, onlarla dövlət haram yolla pul qazanıb və yaxud da halal yolla pul qazanıb ehtiyacları verməyən dövlətlər arasında zərrə qədər fərq yoxdur. Birinin verməməyi etirazdır, mənimdir, vermirəm. Birinin yoxudur, etirazı var, etiraz eləyir. Deyir, onları demirəm, mən o fəqirlər deyirəm ki, ürəklərində zərrə qədər mənə qarşı heç vaxt etiraz yüksəlmədi. Bu, hər hallarından razı oldular, ilahi qəza və qədərə razılaşdılar. Bunu misal çəkdim, bir ümumi ruzi var, bir də xüsusi ruzi var. Xüsusi ruzi budur. Allah ruzini yaradıb və insanlara göstəriş verib ki, yol göstərib ki, gedin ruzini qazanın və nə qədər istəyirsiniz qazanın. Burada qədər qoymayıb onlar üçün. Kim nə qədər istəyir qazansın. Bəs niyə görə bəziləri az qazanıb, bəziləri çox qazanıb, bəzilərinin həyat tərzinin nəticəsi fəqir olmaqdır. Onun həyat tərzi elə qurulur ki, həyat tərzini və lazım olan vaxtlarda lazımi işlərə diqqət yetirmir. Ona görə də həmişə kasıb həyatı yaşamağa məcbur olur. Bundan razısa xoş, amma etiraz eləsə ki, öz təqsiridir. Və yaxud bəzilərinin imkanları heç vaxt azla qane olmayıblar. Çox zəhmət çəkiblər, çox əziyyət çəkiblər. İndi əziyyətlərinin bəhrəsini görürlər. Kimsə onları qınayamaz ki, kiminsə imkanı var, kiminsə imkanı yoxdur. Bu mövzu deyil. Qaldı rəhmət məsələsini, İmam Səccad əleyhissalamın rəhmət məsələsini işarə edeyim və yekunlaşdırım. Rəhmət bir ümumidir, bir xüsusidir. Fikir verirsiniz, bəzən insanlar rəhməti tam olaraq başa düşmürlər. İmam Səccad Allahdan rəhmət istəyir. Adətən təəssüf ki, biz insanlar bir nəfər dünyasını dəyişəndə orada rəhmət kəlməsini
istifadə edirik. Bir-birimizə rəhmət deyəndə də diksinirik ki, diriyə də rəhmət var da. Yəni belə bir-birimizi sakitləşdiririk ki, yəni sənin üçün mənfi mənada rəhmət demədim. Diriyə də rəhmət var. Bəli, diriyə də rəhmət var. Hələ tam başa düşməmişik. Görürsən, diriyə də rəhmət var ya yox. Diriyə də rəhmət var ya yox. Adətən insanlar rəhməti harada işlədirlər? Bir nəfər dünyasını dəyişəndə. Allah rəhmət eləsin, yəni Allah günahlarını bağışlasın. Mərhəmət göstərsin. Mərhəmət göstərsə, insanın günahı nə vaxt qalır? Fikir verin, biz ona görə bağışlanmağı da tam olaraq çözə bilməmişik özümüz üçün. Niyə görə? Çünki biz bilmirik. Baxırsan, sayırsan ki, misal olaraq deyirəm də, 100 günah var. Bu 100 günaha bir-bir necə bağışladı bularaq? Sən belə sayırsan da, Allah üçün bu sayılar yoxdur. Sən düz yanaşmırsan məsələyə. Bunları bir-bir necə bağışladı? Allahın bağışlamağı bilsin necədir? Allahın bağışlamağı belədir ki, 100 günahı sən ehtiyaclı varlıq olduğun üçün sən Allahın bağışlamağını öz bağışlamağına oxşadırsan və özün necə bağışlaya bilmədiyi fikirləşirsən və onun haqqında da bu qərarı verirsən. Amma Allahın bağışlamağı belə deyil, fərqlidir. Allahın bağışlamaq onun mərhəməti ilədir. Allah necə bağışlayır? Görürsən, Allah bağışlayar və necə bağışlayar daha doğrusu? Allahın bağışlamağı belədir. Sən ki, ehtiyaclı varlıqsan, sən bağışlayın, hadisələr bir-bir hamısı səndə iz qoyub. Amma diqqət eləyin, bizim Allahla münasibətimizdə isə bizim günahlarımızın heç biri Allahda iz qoymayıb. Bizim günahlarımızın heç birinin Allaha bir zərrə qədər də təsiri yoxdur. Zərrə qədər də mənfi təsiri yoxdur. Sən bağışlayanda sənə ciddi ziyanlar, zərbələr vurub deyə sənin üçün rahat deyil bağışlamaq. Amma Allah üçün belə deyil axı. Bizim günahlarımızın heç biri Allaha zərrə qədər də mənfi təsir göstərə bilmir. Çünki Allah bu təsirlərin hər birindən uzaqdır. Bəs necə bağışlayır, necə çox günaha bağışlayır? Bu nöqtəni qeyd edeyim. Necə çox günahı bağışlayır? Mərhəmət göstərir. Mərhəmət göstərir, sevgi göstərir. Cənnət onun sevgisidir. İmam Səccad əleyhissalamın dualarının birində var, Allah'a belə çağırır. Demir, ya Allah, başqa dualarda da var, cürbəcür. Amma burada Allah'a belə çağırır. Deyir ki, əntə cənnəti, ilahi, sən mənim cənnətimsən. Niyə görə İmam Səccad əleyhissalam Allah'a buyurur ki, sən mənim cənnətimsən? Çünki cənnət insanın qazandığı deyil, insanın Allahla razılığında cənnət yaranır. Allahla razılığında, Allahla münasibətinin istiliyində cənnət yaranır. Ona görə İmam Səccad İmam Sadiq əleyhissalam bir nəfər ki, deyir İmam Sadiq əleyhissalama ki, Allahdan dua elə, Allahdan istə bizim üçün ki, biz cənnətə düşək. İmam Sadiq əleyhissalam Əsmaül Hüsnanın təzahürüdür, Allahın sifətlərinin təzahürüdür. Bizim üçün istə Allahdan ki, cənnətə düşək. İmam Sadiq əleyhissalam bu ki, düz istəmədim məndən. Deyir, bəs necə istəyim? Deyir, mən sizin üçün dua eləyərdim. Görə istəyəydim ki, mən sizin üçün dua eləyim, cənnətdən çıxmayasınız. Deyir, necə? Deyir, bizim yanımızda Allah vəlisinin yanındasansa cənnətdəsən. Allahın nəfəsi Allah vəlisinin vasitəsilə sənə gəlir. İmam Səccad ona görə buyurur ki, İlahi, əntə cənnəti, sən mənim cənnətimsən. Necə mənim cənnətimsən? Əməllərin qarşılığı deyil cənnət, yox, təkcə əməllərin qarşılığı deyil cənnət. Allahın məhəbbətidir. Allah sevgi göstərirsə, günah oddur, heç bir günahın gücü yoxdur ki, Allah sevgisinin qarşısında tab gətirsin. Ona görə İmam Səccad əleyhissalam burada nə edir? Deyir, İlahi, mənə başqalarının mərhəməti lazım deyil. Çox maraqlı cümlədir. Mənə başqalarının mərhəməti lazım deyil. Sən mənə mərhəmət göstərdiyin halda, mən səndən istəmədən mənə mərhəmət göstərdiyin halda mən necə başqalarından mərhəmət gözləyim? Əslində İmam Səccad bir nə demək istəyir? Demək istəyir ki, İlahi, bu mərhəməti mənə kim göstərə biləcək ki, mən ondan mərhəmət istəyim? Sən mənə elə mərhəmət göstərmirsən ki, heç kim bu mərhəməti mənə göstərməyəcək. Ona görə mən səndən mərhəmət istəyirəm. Heç kimin sevgisi, məhəbbəti, mərhəməti mənim ürəyimdə olan yaramı
sağalmır, mənim ehtiyacımı ödəmir. Ona görə ariflərdən biri deyirdi ki, insanlar bilirsiniz niyə görə daşa, divara, təsbeyə, maşına bağlanıblar, sevirlər, itiriblər başlarını, bilmirlər neynəsinlər. Deyir, Allah dünyaya göndərməmişdən öncə onlara bir sevgi verib ki, onlara bir mərhəmət göstərib ki, indi də dadı qalıb insanların fitrətində, ruhunda onu axtarırlar, tapa bilmirlər, ünvanı səhv tapırlar. Əslində bütün insanlar hamısı Allahın mərhəmətinə sığınmaq istəyirlər. Allahın mərhəmətini axtarırlar. Ona görə də gəlir Peyğəmbər, imam, gəlirlər bizə yol göstərirlər. İmam Səccad yol göstərdi. Bir dua etdi, amma yol göstərdi. Deyir, ilahi, sən mənə mərhəmət göstərdiyin halda mən necə başqa mərhəmət istəyim? Başqasından niyə mərhəmət gözləyim? Çünki sənin mərhəmətini əvəz eləyən bir şey yoxdur. İnsan belə varlıqdır ki, bir şeyin alisini daddısa, ondan aşağı nə versə ona razılaşmayacaq. Bir şeyin alisini daddısa, fikir verin, insan hər şeyin zirvəsi üçün çalışır. Hər şeyin maksimumu üçün çalışır. Ona görə də bu maksimum mərhəməti, xüsusi mərhəməti yalnız Allah verə bilir insana. İmam Səccad yol göstərir bizə. Yenə belə deyə, ən yaxşı mənada Allahın sirrini açdı bizə. Dedi, ən yaxşı mərhəməti o göstərə bilər sizə. Başqalarından mərhəmət ummayın. Allahın mərhəmətini, sevgisini qazanın. Digər insanlar vurulsunlar sizə. Deyir, İmam Hüseyin əleyhissalam Allahın mərhəmətini, sevgisini qazandı. Bütün insanlar vuruldular İmam Hüseyin əleyhissalama. Çünki niyə? Allahın mərhəmətinin kamil formasını İmam Hüseyin əleyhissalamda gördülər. Deyir, niyə öz bizi çətinliyə sarıyoruz ki? İnsanların bir diqqətini cəlb eləməkdənsə, bir an çəkir, bir ana Allahın diqqətini cəlb eləmək olur. Bir ana Allahın diqqətini cəlb elə və Allahın diqqəti ki düşdü üstüvə, mərhəməti ki düşdü ürəyivə, sənə lazım olmayacaq, amma insanlar sənin ləpirin üçün gəzəcəklər. Salih Peyğəmbərin dövründə deyirlər insanlar, nəinki Salih Peyğəmbər özünü, Salih Peyğəmbərin dəvəsi yol gedirdi. Dəvəsinin ayaq izinə, əllərini qoyub torpağın üzlərinə sürtürürlər ki, bu Salih Peyğəmbərin dəvəsidir. Çünki bu dəvənin sahibinin ürəyində ancaq Allah mərhəməti var. Allahdan istəyirəm, Allah bizimlə həmişə mərhəməti ilə davransın. Allah günahlarımızdan gələn əfv çəksin. Allah gələn günlərimizi xeyirli eləsin. Allah aqibətimizi xeyirli qərar versin. Allah izzəti xatirinə izzətimizi əlimizdən almasın. Allah Peyğəmbər və Əhl-i Beytinin məhəbbətini ürəklərimizə çox görməsin. Allaha and verirəm, lütfü və mərhəməti xatirinə, Kərbəla şəhidlərinə xatir vətən şəhidlərimizi Kərbəla şəhidlərindən ayrı salmasın. Allah gələn ilimizdə xalqımıza ən gözəl, ən xeyirli günlər nəsib eləsin. Allah bu xalqa Həzrət Əli məhəbbətini, Həzrət Əli yaşayışını çox görməsin. Allaha and verirəm, Allahlığı, böyüklüyü xatirinə dünyadan köçənlərimizin ruhlarını şad etsin. Boynumuzda haqqı olanların haqlarını ödəməkdə bizim əlimizdən tutsun. Allah İmam Zaman əleyhissalamın zuhurunda təcil eləsin. Bu yolda nə qədər xidmət göstərən insanlar olublar, dünyalarını dəyişiblər. Allah ruhlarını şad eləsin, qalanları hər cür xətəbəlardan həmişə hifzi məhfuz eləsin. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvəllahu ahad. Allahus samad. Ləm yəlid və ləm yulad və ləm yekun ləhu kufuvan ahad. Sadaqallahul aliyyul azim. Muhammed və ali Muhammedə salavat deyim.